2026-cı ilin 4 iyun tarixində Mingəçevir Dövlət Universitetində regionun ən böyük və ən müasir kiber təhlükəsizlik laboratoriyasının açılış mərasimi keçirilib. Laboratoriyanın istifadəyə verilməsi münasibətilə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti universitetdə olub. Tədbirdə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə sosial sərmayələr fəaliyyətinin rəhbəri Xalid Rəcəbov, Azərbaycanda sosial sərmayələr üzrə menecer Babək Həmidov, sosial sərmayələr və sponsorluq fəaliyyəti üzrə müşavir Rəna Həsənova, sosial sərmayələr fəaliyyəti üzrə koordinator Cəmilə Sultan, universitet rəhbərliyi professor müəllim heyəti iştirak ediblər. Qonaqları salamlayan MDN-ın rektoru Anar Eminov universitetdə həyata keçirilən rəqəmsal transformasiya siyasəti, mühəndislik və informasiya texnologiyaları istiqamətində aparılan islahatlar, eləcə də əmək bazarının tələblərinə uyğun yüksək ixtisaslı kadr hazırlığı sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Rektor son illər MDN-ın informasiya texnologiyaları və kiber təhlükəsizlik istiqamətində təhsil alan tələbələrin sayında müşahidə olunan davamlı artımın bu sahəyə olan yüksək marağın göstəricisi olduğunu vurğulayıb. Anar Eminov bildirib ki, müasir texnologiyalar əsasında yaradılmış yeni laboratoriya tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirilməsinə, real kiber hücum ssenarilərinin təhlili və idarə olunması üzrə təcrübə qazanmasına, eləcə də beynəlxalq standartlara uyğun kompetensiyalar əldə etməsinə geniş imkanlar yaradacaq. Rektor BP və tərəfdaşlarına göstərilən dəstəyə görə təşəkkürünü ifadə edərək layihənin universitet sənaye əməkdaşlığının uğurlu nümunəsi olduğunu qeyd edib. Sonra BP nümayəndə heyəti laboratoriyada yaradılmış müasir texnoloji infrastrukturla yaxından tanış olub. Qonaqlara laboratoriyada quraşdırılmış avadanlıqların texniki imkanları, tədris və tədqiqat prosesində tətbiqi, eləcə də tələbələrin kiber təhlükəsizlik sahəsində praktiki hazırlığının təşkili barədə ətraflı məlumat verilib. Nümayəndə heyəti tərəfindən laboratoriyada formalaşdırılan müasir tədris mühiti yüksək qiymətləndirilib. Bu cür təşəbbüslərin ölkədə rəqəmsal bacarıqların inkişafına və əmək bazarının tələblərinə cavab verən peşəkar kadrların hazırlanmasına mühüm töhfə verdiyi vurğulanıb. Qonaqlar tələbələrin nümayiş etdirdikləri praktiki layihələr və laboratoriyanın imkanları ilə bağlı fikir mübadiləsi aparıblar.